barış səsi. Söz ver ki, mənsiz heç iş görməyəsən, yaxçı? Söz verirəm. Heç bilirdiniz bu ormanlarda qorxulu canavarlar dayanıblar ki, sizləri yesinlər? Mən ki, bu zamanı heç bir yeyə bilməsin. Hey, sən nə iş görürsən? Niyə belə eləyirsən? Sütfan Mətiyez, kitabxananın ikinci qatında, ikinci kitabda səltənəti qartdansız. Qartdan idi. Ata-anızın başına nə candı? Ata-anamızın cəmizi 6 il qabaq dənizdə boğuldu. Atama bu işlər olmamış ölmüşdü. Çox böyük kişi idi. Mənə böyük dərslər verdi. Deyirdi mənə ki, heç zada sökənməyim. Deyirdi, dəyişimlərə hazır ol. Yaşayışın həmişə bizi aldatmağa yeni bir yolu vardı. Daha nə nəsihət edir? Əsən yellər sərinləşir, üzdə qırışlar dərinləşir, ömür göydə uçan bulud kimi keçir. Gələcək məni səsdir, uçan yapraqların dilində, deyir sevgini dilində, söylə bilsin sevgilində. Yurdumuzda hər nə gözəldir, gözəlliyi dildə məsəldir, başı göylərə dəyən bayrağımız var. Bayrağımız var. Ölüblər. Yox, dayan. Özləri səhiblər onlar. Elena soruşdu ki, niyə Arendelin məlikəsinin sihri gərək ola? Çün ana atanı qurtardı, düşmənin qurtardı. Ona görə də sənin sihrin padaş verilib. Sən onlara bir padaşsan. Yaxçı işinə görə. Niyə axı? Elsa, sən haman sanki gərək geçmişi biləsən və Arendeli qurtarasan. Mən hamıdan çox sənə inanıram, bacım. Sən olmasaydın, indi mən sənin yanında deyildim.